salam verməmək bidəti. 21-ci əsrin ən qorxulu bidətidir. Salam verməmək bidəti. Gəldi yaydı. Nə baş verir? Allah Teala Quranda deyir ki, qoy onlar öz günahlarını və təşviq etdiyi, o günaha təşviq etdiyi insanların günahları ilə yüklənsinlər. Hədisdə də Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim pis bir sünnəni meydana gətirərsə, fikir ver, sünnə niyə gəlir ona deyir? Çünki davamlı bir işi görəndə ona sünnə deyilir. Ona həm onun günahı, həm də qiyamətə qədər, təsəvvür edin, əgər bu məmləkətdə qiyamətə qədər insanlar bir-birlərinə salam verməsə, cürəbəcüradlar qoşub, o günah həmən adamlara gedəcək. Çünki ilk dəfə bunu onlar gətirir. Qardaşlar, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bəzən böyük günah sahibindən salamı kəsməyi, məqsəddə onu islah etməyi məqsədə uyğun görür və Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatına baxsaq görərik ki, bəzən böyük günah edən, bilərəkdən böyük günah edən sahabələrdən salamı kəsərdi ki, onlar özlərini islah etsin. Amma çox vaxt bilməyib günah edən sahabələrinə sadəcə olaraq nəsihət etməklə kifayətlənər və onlardan salamı kəsməzdi. Bundan da alimlər nə nəticə çıxarır? Nəticə çıxarırlar ki, o adam ki, bilərəkdən böyük günah edir, onu islah etmək məqsədi ilə ondan salamı kəsmək vacibdir ki, özünü düzəltsin. Əgər özünü düzəltməsə, onu ifşa etmək vacibdir ki, İnsanlar ondan, onun şərindən özlərini qorusunlar.